Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bu gün sizlər üçün sertifikasiya model sınaq 6. İbtidai sinif müəllimləri üçün model sınaqlar playlistində ilk 5 sınağın izahı yerləşdirilib. Bundan əlavə olaraq 2025 üçün, 2024, 2023 hər bir il üçün xüsusi olaraq sertifikasiya model sınaqlarımız var. Mütləq şəkildə baxın, şiddətlə tövsiyə edirəm sizə. Və bu suallarımız qəbul həm MİQ, həm də sertifikasiyada ümumiyyətlə bütün sınaqlarımız imtahanda istifadə olunmuş suallar əsasında hazırlanır. Baxaq. Birinci sualımız diaqramlarla bağlıdır. Bu sual da imtahanda istifadə olunan sualdır və müəllimlərə əksərən çətin gələn sualdır. Çünki sualı oxumaq tələb olunur. Sualı şəkil olaraq, vizual olaraq gözümüzün qarşısında canlandırmaq lazımdır. Diaqramda məktəbin 4-cü sinifində oxuyan şagirdlərin paylanması əks olunub. Bütün oğlanların 4-də 3 hissəsi futbolla, qızların isə 5-də 2-si bədii jimnastika ilə məşğul olmaq istədiyini deyir. Bu iki idman növü ilə cəmi neçə nəfər məşğul olmaq istəyir. Gəlin əvvəlcə oğlanların sayını tapaq. Yazıram bura oğlanlar. Baxın, qrafik oxuyaq. Burada 2 dənə rəngimiz var. Göy və qırmızı rəng. Göy rəngi oğlanları göstərir. 4A sinifində qrafik oxumaq bu deməkdir ki, 4A-dan gəlirik bura 12. Onda olacaq nə qədər? 12. 4B-də göy rəngin uzantısını çəkir. Burada incə məqam nədir? Baxın, görürük 2, 4, 6, 2, 2 artır. 4B-də uzatsaq 12 ilə 14-ün arasına düşür. Və müəllimlər, biz deyə bilmərik 12,5 oğlan və s. və ilə axır. Bu, natural olmalıdır. Say nə olmalıdır? Say həmişə natural olmalıdır. Ona görə 12 ilə 14-ün arasında natural ədəd bir dənədir. Onda 4B sinifində olan oğlanların sayı 13-dür. 4C sinifində olan oğlanların sayı 16 ilə 18-in arasına düşür. Elədi 17. Ən sonda 4D sinifinə baxırıq. 4D sinifində isə 18. Üstə gələk 18. Bu da bərabərdir. Topladıq elədi 60. İndi keçirik qızlara. Bərabərdir. Qızların burada sayı qırmızı ilə qeyd olunub. Yəni qırmızı rənglə göstərilir. 4A sinifində 18. Bərabər yazmayaq. 18. Üstə gələk. 4B sinifində 12-nin üzərinə düşür. 12. Üstə gələk. 4C sinifində düşür. Buradan uzantını çəksək 10-un üzərinə. 4D sinifində isə yenə 10-un üzərinə. Burada rahatdır qızlarda. Hamısı konkret ədədlərin üzərinə düşür. Və bunları toplasaq 18 ilə 12, 30, 20, 50. İndi oğlanların 4-də 3 hissəsi futbolla məşğul olur. Oğlanların sayı nə qədərdir? 60. 60-ın 4-də 3-ünü tapaq. 60 vurulsun 4-də 3. 60-ı böləcəyik. 4-ə vuracağıq 3-ə. 15, 15 3-ə vuranda 45 nəfər. Qızların isə 5-də 2-si bədii jimnastika. Qızların sayı 50-dir. 50-nin 5-də 2-si 50-ni 5-ə vurub, bölüb 2-yə vuracaq. 10, bu da elədi 20. İndi bu iki idman növü ilə cəmi neçə nəfər məşğul olmaq istəyir? Oğlanlardan 45 nəfər idi. Qızlardan 20 nəfər idi. Cəmi isə eləyəcək 65. Doğru cavab C variantı. Biraz bu suala vaxtınız gedə bilər, amma sual 10 saniyə tez vurum, toplayım, çıxımla əl olunacaq sual deyil. Diqqətli olmaq lazımdır. Növbəti sualımız həndəsə ilə bağlıdır. Deməli, radiusu 8 sm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri bərabəryanlı trapesiyanın perimetri ilə eynidir. Gəlin baxaq. Belə bir çevrə çəkirik. Bu çevrənin radiusu 8 cm-dir və bunun xaricinə kvadrat çəkək. Kvadrat o zaman çəkilir ki, bunun bütün tərəflərinə toxunsun. İndi, bunun radiusu 8-dir. Buradan bura qədər 8-dir. Qeyd elədik. Əgər radius 8-dirsə, diametr nəyə bərabərdir? Diametr bərabərdir 2 radiusa. Və demişik ki, müəllimlər bu mövzuda, bax, bu sualla bağlı dəfələrlə demək olar ki, 2 sınaqdan bir buna uyğun sual salıram. Çünki hər imtahanda düşüb. Kvadratın daxilinə çevrə çəkmişiksə və ya çevrənin xaricinə kvadrat çəkmişiksə, bu eyni şeydir. Diametr hər zaman tərəfə bərabər olur. Diametr bərabərdir tərəf. Onda diametr 8-dirsə, radius 8-dirsə, diametr bərabərdir 16 cm. Onda tərəf də 16 cm eləyəcək. İndi perimetr nə qədər olacaq kvadratın? Kvadratın perimetri 4 vurulsun 16 bərabər 64 cm. Bərabəryanlı trapesiyanın perimetri də 64. Bərabəryanlı trapesiya hansı trapesiyadır? Yan tərəfləri bərabər olan trapesiya. Bunu yan tərəflərinə x desək, bərabərliyə görə,
Oturacaqları da 12 və 16-dır. İstənilən dördbucaqlının perimetri də kənar tərəflərinin uzunluqlarının cəmidir. Yazacağım 12 üstəgələk 16 üstəgələk x üstəgəl x, bu da 2x eləyir. Bərabər 64. Çünki perimetrlər eynidir. 2x bərabərdir 64-dən 28 çıxanda qalır 38. X də bərabər 38-i 2-yə böləndə eləyər nə qədər? Daha doğrusu burada 28, 28-dən çıxanda 36 qalır. 36. 36-nı 2-yə böləndə 18. Deməli, müəllimlər, trapesiyanın yan tərəfinin uzunluqları 18 sm imiş. Doğru cavab B. Üçüncü sualımız çevirmələrlə bağlıdır, müqayisə sualıdır və burada əsas zaman vahidləri verilib. Yazılıb 1 il 3 ay kiçikdir 3540 gündən. İndi haqlı olaraq belə bir sual verə bilərsiniz ki, müəllim, ilimiz bəzən 365, bəzən 366, bu fevral 28. Fərqi yoxdur, biz bunun maksimumunu götürək. Tutaq ki, 366 olan ildən danışırıq. 366 günümüz burada var. Üstə gələk. 3 ay. Ay indi deyəcəksiniz, müəllim, bu bilmirik, aylar 30-dan da ola bilir, 31-dən də, hətta 28 və 29-dan da. Biz maksimumunu götürək. Tutaq ki, 31-dən. 3 dəfə 31, 93. Bunları toplasaq belə, bərabər eləyəcək 459-a. Yəni, maksimum götürsək belə 3540-dan kiçik olacaq. Demək, bu doğrudur. B variantına baxırıq. 4 həftə böyükdür 21 gündən. Bir həftəmiz 7 gündür. 4-ü vurarsan 7-yə bərabər 28 gün. 28 gün 21 gündən təbii ki, böyük olacaq. Bu da doğrudur. 5 gün 15 saat bərabərdir 135 saata. Gəlin bunu hesablayaq. Bir günümüz 24 saatdır. 24-ü vuraram 5-ə, üzərinə də 15-i gələrəm. 24-ü 5-ə vuranda eləyir 120, 120-nin üzərinə 15 gələndə 135 saat. 135 saat, 135 saata bərabərdirmi? Təbii ki, bu da doğrudur. D variantına baxırıq. 8 il 3 ay bərabər 6 il 27 ay. Bu 8 ili mən illəri bərabərləşdirim. 6 il yazsam, burada mənim 2 ilim qalır da əlavə olaraq. 1 ilimdə neçə ay var? 1 ilimdə 12 ay var. 2 ilimdə 2 dəfə 12, 24 ay var. Demək, bu 8-in 2 ilini götürürəm, 24 ay kimi düşünürəm. Burada da əlavə bir 3 ayım var. 3 dəfə 24 elədi, 6 il 27 ay. Bu da bərabər 6 il 27 ay. 6 il 27 ay, 6 il 27 aya bərabərdirmi? Bəli, bir-birinə bərabərdir. Bu da doğrudur. Y variantına baxıraq. Y variantında 2 gün 14 saat kiçikdir 60 saatdan. Bir günümüz neçə saatdır? 24 saat. İndi 2 günümüz 2 dəfə 24, 48 saat. 14 saatımız burada üzərinə gəlirsən 14-dür. 4 ilə 8, 12, 62 saat elədi. 62 saat necə 60-dan kiçik ola bilər? Demək, bu səhvdir. Və gördüyünüz cavab da Y variantında demək bəlli bir vaxt gedir. Bu çətin sualdırmı? Xeyr, kifayət qədər sadə sualdır. Amma bunu çətinləşdirən əməliyyatların çoxluğudur. Və əməliyyat nə qədər çox olanda təbii ki, bizim çaşma ehtimalımız da o qədər çox ola bilər. Dördüncü, hər imtahanda düşən bərabərsizlik sualıdır. 2 qat bərabərsizlikdir. Nə demişdik? Ortada toplama varsa bu sağa sola çıxmasından keçir və özü də buradan silinir. Bu yuxarı sinif riyaziyyatında hər tərəfə -3 əlavə edirik qaydasıdır. Amma biz indi bunu daha ibtidai dildə belə deyək, izah edirik. Çıx 3 dediyi o tərəfə, bu tərəfə keçir. Qalır burada 4x. Kiçikdir, bərabərdir. Bu tərəfə keçdi. 43-dən 3-ü çıxdıq, qaldı 40. Böyükdür. 15-dən 3-ü çıxdıq, qaldı 12. Çıxma olsaydı sağa sola toplamasından keçərdi. Buradan hər tərəfini 4-ə bölürük. Məqsədimiz ortada x-in qalmağıdır. 12-ni 4-ə böləndə 3. Kiçikdir, bərabərdir. 40-ı 4-ə böləndə 10. İndi bu şərti ödəyən ən kiçik ədəd 4-dür. Ən böyük ədəd kiçikdir, bərabərdir olduğuna görə 10-dur. Ən böyük həlli ilə ən kiçik həllin fərqini də dediyinə görə ən böyük cavab, yəni bu şərti ödəyən, bu bərabərsizliyi ödəyən 10, ən kiçik 4, ondan da 4-ə çıxanda qalır 6. Doğru cavab A variantı. 5-ci sualımıza baxırıq, dəyərli müəllimlər. Bu da qəbul imtahanında istifadə olunmuş sualdır. 8:00-da iclasa getməli olan Fərid 7:45-də yolun 1/3 hissəsini getmişdir. Bu bizim yolumuzdur. Burada 3/1 ola bilər, 2/1 ola bilər, 4/3 ola bilər və s. Yolu 3 hissəyə bölək. İndi 8:00-da iclasa getməli olan Fərid 7:45-də yolun 3/1-ni, yəni 3/1 bu deməkdir də. 3 hissənin birini tam bütöv gedir. Yazıram bura 7:45.
İndi o həmin surətlə yoluna davam edərək iclasa təyin ediləndən 3 dəqiqə tez. İclasa təyin olunan vaxt neçə idi? 8:00. 3 dəqiqə tez nə deməkdir? 8-dən 3 dəqiqəni çıxacaqsan. Elə bil harasa 8:00-da gedirsən, amma 3 dəqiqə tez çatırsan. Bu 7:60 deməkdir. 3 dəqiqədə çıxanda eləyəcək 7:57. Yəni 8-ə 3 dəqiqə qalmışdı. İndi gəlin baxaq. Və hər yerdə də burada sabit sürətlə gedir. Yəni sürətini dəyişmir. 7:45-dən 7:57-nin çıxanda nə qalır? 7:57 çıxılsın 7:45. Bu bərabərdir, qaldı 12 dəqiqə. 12 dəqiqə. Onda belə çıxır ki, 2 hissəyə 12 dəqiqə gedib. Çünki bu hissə var və bu hissə var. Bax, bu hissə və bu hissə. 12-ni də böləndə 2-yə bərabərdir 6 dəqiqə. Onda bura yazıram, bu bir hissədir. İndi məndə 3 hissədir. Bütün yola nə qədər gedəcək? Onda 3-ü vuracaqsan 6-ya bərabər eləyəcək 18 dəqiqə. Bir hissəyə 6 gedibsə 3 hissəyə 18 dəqiqə doğru cavab elədi. D variantı. 6-cı suala baxırıq. Yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurduqda 3200 edən ən böyük rəqəmləri müxtəlif 3 rəqəmlə ədədin rəqəmləri cəmini tapın. Nəyə baxacağıq burada? 4-ə vurduqda 3200 eləyən. Nəyi 4-ə vuranda 3200 eləyir? Əvvəlcə buna baxaq, dəyərli müəllimlər. Baxın, 3200-ü bölərik 4-ə eləyər 800. İndi mən elə bir sualı başqa cür qoyuram. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 800 alınan ən böyük ədəd hansıdır? Rəqəmləri müxtəlif şərtinə də sonra baxacaq. Biz də qayda demişik ki, yüzlüyə qədər ən kiçik deyəndə 50 çıxırıq, ən böyük deyəndə üzərinə 49 gəlirik. Onda bizim ən böyük ədədimiz 849-dur. 849. İndi bu da onsuz da şərti ödəyir. Rəqəmləri müxtəlifdirmi? Bəli. Yəni bu ən böyük rəqəmləri müxtəlif şərtini verməsə də yenə 849 olardı. Çünki üst-üstə düşür. Və bunun da rəqəmləri cəmi 8 üstə gəl 4 üstə gələk 9. Bu da elədi 21. Doğru cavab B variantı. 7-ci sual. Kəsir hissə məsələsi ilə bağlı olan bir sual nümunəsidir. 3 ədədin cəmi 120-dir. Birinci ədəd bu cəmin 5-də 3-ünə bərabərdir. Onda birinci ədədimiz 120-nin 5-də 3-ü. 120-ni 5-ə bölüb 3-ə vuracağıq. 24 eləyir, 24-ü 3-ə vurduq 72. Bu birinci ədədimizdir. İkinci ədəd birinci ədədin altta bir isə çaşır, birdən 120-nin altta biri yox. İkinci birincinin, yəni bu 72-nin 6-da 1-i. 72-nin 6-da 1-i də 12 elədi. Bu bizim ikinci ədədimizdir. Üçüncü ədədi tap. Üçüncü ədədi necə taparıq? Birinci və ikinci ədədi toplayıb 120-dən çıxaram. Yəni üçüncü ədədi prinsip olaraq tapmaq üçün 120-dən 72 ilə 12-nin cəmini çıxacam. Bu da 84 eləyir. 120-dən 84-ə çıxanda 36. Doğru cavab Y variantı. 8. Torbadan daş çıxarmaq məsələsi. Bununla bağlı mənim kanalımda dərsimiz var. Torbadan top çıxarmaq, daş çıxarmaq. 100% baxın, başa düşəcəksiniz. Sadədən mürəkkəbə doğru. Torbada 10 sarı, 14 yaşıl top var. Baxmadan ən azı neçə top çıxarmaq lazımdır ki, eyni rəngdən. Diqqətli olmaq lazımdır. Həmişə burada ən pis hala baxacağıq. Ən pis hal. Eyni rəngdən üstünə o deməkdir ki, məsələn, elə əlimə atanda 3 dəfə sarı rahat gəldi və mənim işim bitdi. Və ya 3 dənə yaşıl gəldi. Amma burada bu ola da bilər, olmaya da bilər. Elə bir vəziyyət yaratmalıyıq ki, mən artıq növbət dəfə verilirsə, mən 100% hə cavabını verə biləsən. Bu necə olacaq? Dedik ki, məndən soruşulanın əksini eləyəcəm. Eyni rəngdən deyirsə, mən elə bil ki, ən bəxtsiz, ən pis hala baxacam, fərqli rəng çıxacaq. Bir dəfə sarı çıxdı. Yaxşı olardı ki, növbəti də sarı çıxsın, çünki məndən eyni deyir. Amma tərsi də ola bilər, ən pis halı dəyərləndiririk. Demək, növbəti yaşıl olacaq. İndi əlimi növbət dəfə atdım sarı, növbət dəfə yaşıl oldu. Artıq 5-ci dəfə, burada 4 dəfə top çıxarmışam, 4 dəfə əlimi torbaya salmışam. Demək, burada 5-ci dəfə olacaq, dəyərli müəllimlər. 5-ci dəfə istər sarı çıxsın, 3 dənə sarı olacaq. Bizə konkret olaraq hansı rəngdənsə demir. Sadəcə deyir, eyni rəngdən. 5-ci dəfə yaşıl çıxsa, 3 dənə yaşıl yenə eyni rəngdən olacaq. Hansı top çıxsın, 3 dənəmiz olacaq. Demək, 5-ci dəfə artıq sən 100% cavabı verə bilərsən ki, bəli, 5-ci dəfədən sonra 3 dənə olacaq, ən azı. Yəni, burada 100% cavabı hə deyə bilərsən. Müəllim, elə onda birinci dəfə atanda əlim 3 dəfə olsun. Bu ola da bilər, olmaya da bilər. Bax, bunu biraz məntiqini də başa düşmək lazımdır.
9-cu sualımız. 9-cu sualda iclas 13:00-da başladı. İclasda direktor da daxil, bu da vaxtında qəbuldan istifadə olunan sualdır imtahanda. İclasda direktor da daxil olmaqla 8 nəfər iştirak eləyir. Onda belə çıxır ki, direktor və əlavə olaraq 7 nəfər. Cümlə olaraq mənası budur. Əvvəlcə direktor 10 dəqiqə çıxış elədi. Daha sonra müəllimlərin hərəsi 6 dəqiqə çıxış eləyir. Demək, bura yazıram direktor, baş hərfi. Belə baş hərfini qeyd elədim. Bura yazıram 7 nəfər. Və sonra yenə yazıram direktor. Direktor 7 nəfər direktor. Çünki direktor həm başlanğıcda, həm də sonda çıxış edir. Əvvəlcə direktor 10 dəqiqə çıxış elədi. Yazıram 10 dəqiqə. Daha sonra müəllimlərin hərəsi 6 dəqiqə çıxış olmaqla çıxış elədi. Hərəsi. 7-ni vuracaqsan 6-ya bərabərdir 42 dəqiqə. Burada 10 dəqiqə. Və direktor sonunda yenə 7 dəqiqə çıxış edir. Buraya da yazıram 7 dəqiqə. Bunları toplayaq. 10 dəqiqə, üstə gələk 42 dəqiqə, üstə gələk 7 dəqiqə. Bundan işimiz bitirmi? Təbii ki, xeyr. Elə əsas gəlirik ən vacib və kulminasiya hissəsi və müəllimlərin çalışdığı məqam. Bizə deyir ki, çıxışlar arasında 1 dəqiqə. Bu bütün çıxışlardır. Direktordan müəllimə keçəndə, müəllimlərin öz aralarında və sonda yenə müəllimlərdən direktora keçəndə. Burada biz nə edəcəyik? Direkt aranı hesablamalıyıq ki, neçə dənə ara var. Baxın, direktor var, 7 nəfər var, yenə sonda direktor. Onda direktor 2 dəfə elə bil 2 nəfər kimi sayılır. Nəticə olaraq 9 nəfər deyə bilərik. 9 nəfər. Hardan alındı? Bax, bir də təkrar eləyirəm. Direktor başlanğıcda var, sonda var. Da bunu mən xətt də çəkə bilərəm də. Ortaya 7, başa 1, sona 1. 7, 2 nəfər, əvvəl son 9 nəfər. Yəni direktor həm başlanğıcda, həm də sonda çıxış edəndə 2 nəfər kimi düşünəcək. 9 nəfər. Ağac aralıqdan da bilirik ki, 9 nəfərin neçə arası var? 8 arası var. Məsələn, deyir ki, 9 nəfər 2 dəqiqə arayla, onda eləyir 9-dan biri çıxırıq 8 ara. Eləcə də buradadır. 8 ara və hər biri 1 dəqiqə çıxış edirsə, fasilə 8-i vurursa biri 8 dəqiqə. Məsələn, 2 dəqiqə olsa 8-i 2-yə vurardıq. Üzərinə də gələk 8. Buradan 42, 8, 50, 10, 67. Bu elədi 67 dəqiqə. Bu da bərabərdir 1 saat 07 dəqiqə. 1 saat 7 dəqiqəmiz. Ümumilikdə iclas 1 saat 7 dəqiqə gedib. Tədbirimiz də, iclasımız da 13:00-da başlayıb. 13:00-ın üzərinə 1:07-ni gələndə bərabər eləyir nəyə? 13 ilə 1-i topladıq elədi 14:007. 14:007. Doğru cavab B variantı. Gündəlik bütün məsələləri dəyərli müəllimlər. Gündəlik həyatı situasiyamıza uyğunlaşdırmaq lazımdır. Növbəti sualımıza baxırıq. Üçbucaqla bağlıdır. Düzbucaqlı üçbucağın məlum olmayan birinci bucaq. Burada bilməli olduğumuz anlayışlar düzbucaqlı üçbucağın hansı bucaqları var? Ümumiyyətlə düzbucaqlı üçbucaq nəyə deyilir? Bucaqlarından biri düzbucaq olan bucağa düzbucaqlı üçbucaq deyilir. Düzbucağımız da 90 dərəcədir. Yəni düzbucaqlı üçbucaqda məlum olan bucaq 90 dərəcədir. Məlum olmayan birinci bucaq bura olsun, ikinci bucaq bura olsun. Məlum olmayan birinci bucağı məlum bucağının, yəni bu 90 dərəcənin 2də 1 hissəsindən 15 dərəcə artıqdır. 90 vurulsun 2də 1, üstə gələk 15. 90-ı 2-yə bölüb 1-ə vursaq 45 eləyər. 45-in üzərinə 15 gələndə 60 dərəcə. Demək, onda məlum olmayan birinci bucaq 60 dərəcədir. İkinci bucağı tapaq. Bunu iki üsulla tapa bilərik. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Onda mən 180-dən çıxıram mövcud olan 2 dənə bucağın cəmini, yəni 90 üstə gələk 60-ı. Bu 150 eləyər. 150-dən də 180-dən də 150-dən çıxanda 30 dərəcə. Onda bura eləyər 30 dərəcə. Və ya başqa cür belə deyə bilərik ki, düzbucaqlı üçbucaqda düzbucaq 90 dərəcədirsə, 2 dənə iti bucağın cəmi də 90 dərəcədir. İtilər də burada 1.60-sə o bir də avtomatik yenə 30 olmalıdır ki, cəmi 90 dərəcə eləsin. Bitdi bu. Bizdən soruşulan nədir? Məlum olmayan ikinci bucağın, yəni bu 30 dərəcənin daxili bucaqlarının cəminə, daxili bucaqlarının da cəmi az öncə dedim 180 dərəcədir. 180 dərəcəyə olan nisbəti bərabər olacaq, sıfırlar gedir, 6-da 1. Yəni kəsrlə ifadə eləmək. Burada da doğru cavabımız 6-da 1 elədi. Bu qədər dəyərli müəllimlər. Kanalımızda sizlər üçün kifayət qədər resurs var. Həm sınaqlar, həm izahlar, həm qəbul sualları, bir sözlə hər bir şey. Yəni hazırlaşmaq istəyən bir müdavim bu izahlara baxaraq özünü maksimum şəkildə inkişaf elətdirə bilər.
Və təbii ki, dərslərimizdə tutaq ki, bu sualda 3 bucaq sualı, biz dərslərimizdə bundan ən azı 100 dənə, 150 dənə sual işləyirik, eləcə digər mövzulardan və bu bizim üçün tam rahat olur. Hər birinizə uğurlar arzulayıram, dəyərli müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Növbəti izahlarımızda görüşərik. Hələlik. Dərslərimizlə də bağlı ətraflı məlumat almaq istəyən müəllimlər bu nömrə ilə əlaqə saxlaya bilərlər.